Salam uşaqlar. Bugün sizlərə insan cinsiyyət sistemi mövzusunun izahını verəcəm. Cinsi çoxalma növün davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. İnsanlarda cinsi çoxalma kişi və qadın cinsiyyət hüceyrələrinin, yəni spermatozoid və yumurta hüceyrələrinin birləşməsi sayəsində baş verir. İndi gəlin burada suallar var, bunların izahını verək. Qadın və kişi cinsiyyət hüceyrələri hansı orqanlarda formalaşır? Biz bilirik ki, qadın və kişi cinsiyyət hüceyrələri cinsiyyət vəzlərində kişilərdə toxumluqlarda spermatozoid əmələ gəlir, cinsi hüceyrə olan spermatozoid. Qadınlarda isə yumurtalıqda yumurta hüceyrə əmələ gəlir. Cinsiyyət hüceyrələri digər bədən hüceyrələrindən nə ilə fərqlənir? Biz bilirik ki, bədən hüceyrələrimiz 2N-dir. Yəni 2N bərabərdir 46. Bu bizim bədən hüceyrələri və yaxud da somatik hüceyrələrdə deyirik buna, bədən hüceyrələrimiz. Cinsiyyət hüceyrələri isə N-dir. Yəni bərabər 23. Bu isə cinsiyyət hüceyrələri, bədən hüceyrələrinin yarısı qədərdir. Somatik hüceyrələrimiz diploiddir, cinsiyyət hüceyrələrimiz isə haploid saydadır, yəni az, onun yarısı qədərdir. Cinsiyyət hüceyrələrinin birləşməsindən yeni orqanizm yaranır. Ata və ananın cinsiyyət hüceyrələri onların əlamətlərini yaranacaq yeni orqanizmə ötürülür. Uşaqlar, ata və anada cinsi hüceyrələr, məsələn, bu atada olan biz dedik cinsi hüceyrələrin sayı N-də N sayda olur. Bu da ananın olan cinsiyyət hüceyrələri. Buna ata yazaq. Bu ana. Bunlar mayalanma zamanı hər ikisi gəlib birləşirlər və 2N sayda ziqot əmələ gətirirlər. Ziqotda görürsünüz, həm atanın, həm də ananın xüsusiyyətlərini daşıyır ziqot. Deməli, deyir ki, baxın burada cümlədə də deyir ki, ata və ananın cinsiyyət hüceyrələri onların əlamətlərini yaranacaq yeni orqanizmi ötürür. Bax, ata və ananın cinsiyyət hüceyrələri yeni orqanizm, bax, bu ziqotdan əmələ gələcək və bura ötürür. Beləliklə, yeni yaranan orqanizm valideyn əlamətlərini daşıyır. Bir N atadan aldı, bir də N anadan aldı. Valideyn əlamətini daşıyır, yəni 23 xromosom atadan aldı, 23 xromosom anadan aldı. Ümumi oldu 46 xromosom. Hər ikisinin xüsusiyyətlərini daşıyır. Amma heç də onların tam oxşarı olmur. Çünki yarı atadan, yarı anadan olduğu üçün tam oxşarları da olmurlar. Onların amma əlamətlərini daşıyırlar. Qadın və kişi orqanizmdə fəaliyyət hissəsinə baxaq. Qadın və kişi orqanizmdə fərqlərin müəyyənləşdirilməsi. Aha, boşluqları doldurmaq lazımdır. Xüsusiyyəti kişilər toxumluqdur, qadında nədir? Cinsi vəzi yumurtalıq. Cinsi hüceyrə kişidə spermatozoid, yumurta hüceyrə, hormonlar testosteron, estrogen qadınlarda, çiyinlər geniş kişilərdə geniş, qadınlarda dar olur. Bu da hormonlar ikinci cinsi əlamətlərin yaranması sayəsində. Çanaq kişilərdə ensiz, qadınlarda geniş. Əzilə kütləsi kişilərdə, əzilə kütləsi qadınlardan çox olur. Dəraltı pi toxuması qadınlarda, kişilərdə az, qadınlarda isə çox olur. Sonra burada müzakirə edin. Nəyə görə qadın orqanizminin çanaq hissəsi daha enlidir və bu xüsusiyyətin funksional əhəmiyyəti nədir? Çünki qadınlar dölün inkişafı ana orqanizmdə gedir və bu da çanaq hissədə, uşaqlıq çanaq hissədə yerləşdiyi üçün yeni əmələ gələn dölün inkişafı hamiləlik ana orqanizmdə baş verir və bu da dölün rahat xaric olması üçün çanağın geniş olması, dölün ana orqanizmdən yerləşməsi və rahat xaric olması üçün şərait yaradır. Daha hansı xüsusiyyətinə görə kişi və qadın orqanizmi bir-birindən fərqlənirlər? Skeletinin quruluşuna görə kişi və qadın orqanizmi bir-birindən fərqlənə bilirlər. Əzilə kütləsinə görə kişilərdə çox əzilə kütləsi, qadınlarda az əzilə kütləsi. Bir də hormonal tərkibə görə də fərqlənirlər. Kişi hormonları, məsələn, testosteronlu, qadın hormonları, estrogen. Əslində bu qrafiki oxumaq bəs edir bu ikinci sualı. Kişi cinsiyyət sistemi quruluşu. Kişi cinsiyyət sistemi əsasən toxumluqlar, toxum kisəcikləri, bax burada.
toxumluqlar, bu hissə toxumluqlar, toxum kisəcikləri, bunlar toxum kisəcik. Deməli, cüt toxumluq, bir cüt toxumu, 1, 2, toxum kisəcik, cüt toxum kisəcikləri, prostat vəzi və toxum çıxarıcı borular. Bax, bunlar da toxum çıxarıcı borular. Cüt toxumluq olduğu üçün cüt toxum çıxarıcı boru var, cütdə toxum kisəcikləri var, yerləşir. Toxumluqlar dəri xayalıqlarda yerləşir. Baxın, burada toxumluqlar dəri xayalıqlarda yerləşir. Və cinsi yetişkənlik dövründə toxumluqlarda testosteron hormonu istehsal olunur. Uşaqlar, toxumluqlar qarışıq vəzilərə aiddir. Bunlarda həm testosteron hormonu qana ifraz olunur, testosteron hormonu ifraz olunur. Həm də spermatozoidlər əmələ gəlir. Xarici funksiyası da spermatozoidlərin əmələ gəlməsi, daxili funksiyası isə ona görə qarışıq vəzilərə deyirəm aiddir toxumluqlar. Sonra bu hormonlar səsin qalınlaşması, bədəndə ikincili əlamətlərin, toxumluqlarda əmələ gələn bu testosteron hormonu kişilərə aid xüsusiyyətlərin əmələ gəlməsinə kömək edir. Yəni, səsin qalınlaşması, bədəndə tüklərin artması və kişiyə aid başqa xüsusiyyətli əlamətlərin meydana gəlməsinə kömək edir. Toxum kisəcikləri spermatozoidlərin son saxlandığı yerdir. Bax, toxumluqlarda spermatozoidlər əmələ gəldi. Toxum kisəciklərində spermatozoidlər toplandı və spermatozoidlər toxum kisəciklərindən çıxaraq prostat vəzi mayesi ilə qarışır. Uşaqlar, prostat vəzinin mayesi spermatozoidi aktivləşdirən və qələvi mühitdir. Burada prostat vəzin mayesi qələvidir və spermatozoidlərin aktivləşməsini təmin edir bu mühit. Və bu mühit. Və spermatozoid toxum kisəciklərindən çıxaraq prostat vəzinin mayesinə qarşı spermanı əmələ gətirirlər. Deməli, spermatozoid toxumluqlarda əmələ gəldi və buradan toxum kisəciklərinə gəlib toplandı. Toxum kisəciklərinə, bax, toxum çıxarıcı borularla gəldi, toxum kisəciklərini toplandı. Buradan da prostat vəziyə keçdi. Prostat vəzinin mayesi, yəni qələvi, burada prostat vəzinin mayesi qələvi mühitdir. Burada prostat vəzinin mayesi ilə qarışdı. Bu isə sperma, aktiv hərəkət edən spermanı əmələ gətirdi. Sonra sperma isə yenidən toxum çıxarıcı borular vasitəsilə sidik kanalına qoşulur. Buradan təzədən sperma sidik kanalına buradan qoşulur. Prostat vəzinin mayesi spermatozoidlərin hərəkətliyini artırır və 1 sm kub spermanın tərkibində 20-60 milyon spermatozoid olur. Yəni, minimum 20 milyon, maksimum 60 milyon spermatozoid olur. Yəni, qadın cinsiyyət sisteminin quruluşuna baxaq. Qadın cinsiyyət sistemi yumurtalıqlar, göstərin yumurtalıqlar. Baxın, bunlar yumurtalıqlar, cüt yumurtalıqlardan. Yumurta boruları, bunlar yumurta boruları, yumurtalıqdan çıxır. Yumurta boruları, uşaqlıq. Bax, bu uşaqlıqda, bu isə uşaqlıq. Qələmin rənginləşin doymuş. Bax, yumurtalıqlar, bu hissədə yerləşir. Yumurta boruları, yumurtalıqdan yumurta borularına yumurta hərəkət edir. Hara? Uşaqlıq, ən əsas hissəsi, dölün inkişaf üçün vacib hissə. Uşaqlıq, sonra uşaqlıq boynu, bu hissədə uşaqlıq boynu və uşaqlıq yolundan ibarətdir. Bu hissədə uşaqlıq yolundan. Və xarici cinsiyyət orqanlarından ibarətdir. Qızlarda 12 yaşlarından başlayaraq yumurtalıqlarda yumurta hüceyrənin yetişməsi baş verir. Yumurta hüceyrə yumurtalıqlarda əmələ gəldikdən sonra uşaqlıq borusu vasitəsilə uşaqlığa doğru yönəlir və mayalanma prosesi borularda baş verir. Uşaqlar, deməli, yumurta hüceyrə, baxın burada, yumurtalıqlarda əmələ gəlir. Yumurtalıqda əmələ gələn yumurta hüceyrə, burada yumurtalıqlarda folikulalar var. Yumurta hüceyrə
yetişən zaman follikullar partlayır. Hər ay siklik olaraq bir follikul partlayır. Və follikul hər ay bir dənə partladıqda içərisindən yumurta hüceyrə xaric olur. Yumurta hüceyrə uşaqlıq borusu ilə uşaqlığa doğru hərəkət edir. Mayalanma da yumurta hüceyrənin mayalanması da bu uşaqlıq borusundan. Baxın, bu uşaqlıq borusu var, burada baş verir mayalanma. Əgər mayalanma baş verməzsə, yumurta hüceyrə uşaqlığa daxil olur və aybaşı ilə bərabər xaric olur orqanizmdən. Mayalanma baş verdikdən sonra bətndaxili inkişafın növbəti mərhələsi uşaqlıqda davam edir. Deməli, burada suallara baxıb, mayalanma uşaqlıq borusunda baş verir. Bu prosesin digər cinsiyyət orqanlarında baş verməsi niyə mümkün deyil? Çünki uşaqlıq borusunda yumurta hüceyrələrin burada yetişməsi üçün, burada hərəkət etməsi üçün və burada yetişməsi üçün optimal temperatur var. Məsələn, uşaqlıq borusunda burada yumurta borusunun içərisi kirpikçiklərlə zəngindir və yumurta hüceyrə follikuldan çıxıb partlayanda buradan kirpikçiklər onun hərəkətinə kömək edir, uşaqlığa düşmək üçün. Həm hərəkət üçün, həm də müəyyən optimal temperatur var ki burada. Bu da yumurta hüceyrənin yetişməsi üçün daha yaxşı inkişaf üçün şərait yaradır. Ona görə. Cinsi yetişkənlik dövründə yumurtalıqlarda estrogen hormonu əmələ gəlir. Onun təsiri ilə yetkinlik yaşına çatmış qızların orqanizmdə süd vəzlərinin böyüməsi, bədənin qoltuq və qasıq nahiyəsinin tüklənməsi baş verir. Deməli, uşaqlar, kişilərdə biz dedik ki, testosteron hormonu var idi. Bu, onlarda kişilərdə ikincili cinsi əlamətlərin üzə çıxmasına kömək edir. Qızlarda da, bu yumurtalıqlarda estrogen hormonu ifraz olunur ki, bu estrogen hormonu da qızlar üçün ikinci cinsi əlamətlərin əmələ gəlməsinə kömək edir. Süd vəzlərinin böyüməsi, qoltuq və qasıq nahiyəsinin tüklənməsinə. Təxminən 12 yaşlarından aybaşı sikli baş verir. Bu, o 3 fazadan ibarətdir. Deməli, birinci fazası aybaşı fazası adlanır. Aybaşı fazası 4-5 gün davam edir. Deməli, birinci faza aybaşı fazasıdır, 4-5 gün davam edir. İkinci faza aybaşıdan sonraki faza. Aybaşıdan sonraki faza. Üçüncü faza isə sarı cisim fazası adlanır. İndi bunları başa salacağım, necə baş verir. Demək, aybaşı fazası 4-5 gün davam edir. Uşaqlığın bu zaman uşaqlığın seliklik işası qopub tökülür. Və bundan sonra aybaşıdan sonraki faza isə və sarı cisim fazası. Və aybaşından sonraki fazada uşaqlığın seliklik işası bərpa olunur. Bir də sarı cisim fazası var ki, bu zamanda yumurtalıqlarda yumurta hüceyrə follikuldan partlayandan sonra yerində sarı cisim yaranır və bu da progesteron hormonu sintez edir ki, əgər hamiləlik baş verərsə, uşağın rüşeyimin bətində inkişaf üçün, ana bətnində inkişaf üçün şərait yaradır. Sonra, yeni doğulmuş qız uşaqlarında hər yumurtalıqda təxminən 400 min hər yumurtalıqda, baxın diqqətlə, hər yumurtalıqda, deməli hər iki yumurtalıqda 800 minə yaxın yetişməmiş yumurta hüceyrə olur. Və qadın orqanizmdə ömür boyu bunlardan yalnız 350-si və yaxud da 500-ü yetişə bilər. Bunları əzbəri yadınızda saxlayın, bunlara uyğun məsələlər də düşə bilir. Deməli, hər yumurtalıqda 400 min, ümumi olaraq 800 min yumurta hüceyrə yetişməmiş şəkildə olur. Amma qadın ömür boyu 350-500 yumurta hüceyrə yetişib. O qədərdən 350-500 yetişə bilir. Onlar qovuqcuqlarda, yəni follikulalarda əmələ gəlir və uşaqlıq borularından tam yetişirlər. Bax, burada yumurtalıqların da, bu sizə də göstərir. Qovuqcuqlar, yumurtalıqların içərisində qovuqcuqlarda, bax, bu yumurta hüceyrələrdir. Qovuqcuqların içərisində yetişmə zamanı follikul partlayır, yumurta hüceyrə uşaqlıq borusuna düşür. Baxın, buradan follikul partladı, yumurta follikul partladı, yumurta hüceyrə uşaqlıq boruya düşür. Və boruda tam yetişmə, bax, bu uşaqlıq borusunda baş verir.
Yumurta hüceyrənin follikuldan xaric olunması ovulyasiya prosesi adlanır. Deməli, follikulu partlayıb yumurta hüceyrənin follikuldan kənara çıxması ovulyasiya prosesi adlanır. Yumurta hüceyrənin xaric olduğu follikulun yerində sarı cisim fəaliyyətə başlayır və bu progesteron hormonu ifraz edir. Bayaq sizə dedim, follikul partladı, yumurta hüceyrə follikulun içərisindən çıxdı və onun yerində isə sarı cisim əmələ gəlir. Bu da progesteron hormonu, sarı cisim progesteron hormonu sintez etdi. Bu hormonun təsirindən uşaqlığın serikli qişası, yəni endometrium qalınlaşıb mayalanmış yumurta hüceyrəni qəbul etməyə hazır olur. Baxın yenə bu şəklə, biraz düzü çox işləmişik şəklin üzərində, amma yenə də. Yenə diqqətlə, yumurtalıqlarda follikulalar var. Follikulaların içərisində, baxın burada var. Yumurta hüceyrə partlayır follikula, yumurta hüceyrə xaric olur. Bu proses ovulyasiya adlanır. Ovulyasiyadan sonra yumurta hüceyrə uşaqlıq borusuna daxil olur. Uşaqlıq borusunda yumurta hüceyrənin tam yetişməsi baş verir. Bax bu borularda. Və mayalanma da bax uşaqlıq borusunda gedir. Spermatozoid bura daxil olur. Mayalanma gedir və mayalanma burada getdi. Bir də əgər bu partlamış follikulun yerində isə progesteron sarı cisim əmələ gəlir və burada progesteron hormonu sintez olunur. Partlamış follikulun yerində. Progesteron da bu uşaqlığın daxili divarı yoxdur. Bura daxili divar bu hissədir. Endometrin qalınlaşmasına səbəb olur. Bu hissə qalınlaşmağa başlayır ki, səbəb niyə? Əgər mayalanma baş verərsə, mayalanmış rüşeym, buradan zigot əmələ gələcək. Bu da böldüyüm rüşeym əmələ gətirəsidir. Və bu rüşeym gələcək burada implantasiya, yəni uşaqlığın daxili divarına yapışıb anaya implantasiya olmasıdır. Bunun üçün progesteron hormonu sintez olunur. Bu da endometrin qalınlaşmasına səbəb olur. Sonra. Deməli, uşaqlıq borusunda mayalanma baş verməzsə əgər, yumurta hüceyrə uşaqlığa düşür və uşaqlığın serikli qişasını dağılaraq bədəndən xaric olunur, yenidən aybaşı baş verir. Gəlin, burada da şəkil var, onun üzərində də işləyək. Baxın, burada. Aha. Deməli, burada yumurta... Bax, burada aybaşı baş verməyini göstərir. Bizə endometrium qalınlaşmasını göstərim. Əgər endometri, baxın, burada qalınlaşdı. Bu şəkilə baxaq. Burada yumurta follikul partladı, yumurta hüceyrə gəldi. Məsələn, bura gəldi, yumurta hüceyrəmiz. Biraz böyük çəkirəm, görün. Follikul partladı, yerində sarı cisim əmələ gəldi. Sarı cisim nədir? Progesteron hormonu ifraz elədi. Bu progesteronun sayəsində, baxın, bu endometri görürsünüz, buralarda nazikdir bu hissələrdə. Burada endometrium artıq uşaqlığın daxili divarı. Endometrium qalınlaşır. Görürsünüz, qalınlaşdı. Və bu qalınlaşmaya görə də mayalama baş verərsə, rüşeym bura implantasiya olunacaq. Əgər mayalama, yəni implantasiya yapışacaq divara və burada qalacaq. Dölün inkişaf başlayacaq. Rüşeymin inkişaf, sonra dölün inkişaf başlayacaq. Əgər mayalanma hamiləlik, yəni ki, hamiləlik baş tutacaq. Əgər mayalama baş verməzsə əgər, yumurta hüceyrə daxil olacaq uşaqlığa, bir də bu uşaqlığın endometrium vardır, uşaqlığın qalınlaşmış daxili divarı. O qopub düşəcək, aybaşı baş verəcək, qopub düşəcək, yumurta hüceyrə onunla bərabər tökülüb gedəcək, qopub gedəcək. Aha. Yetkin qadın orqanizmində aybaşı sikli 20-30 gündən bir təkrarlanır. Bu qadından fərqli olaraq dəyişə bilir. Əksər hallarda orta hesabla 28 gün hesablanır. 45-55 yaşından bu proses pozulur, menopauza başlayır. Yəni 45-55 yaşından başlayaraq aybaşı prosesi pozulur və yaxud da bitir, menopauza başlayır. Aybaşı prosesi bitir. Deməli, yeniyetməlik dövr 10-12 yaşında qızlarda başlayır, 45-55 yaşına qədər davam edir. Burada bir şəkil verib bizə uşaqlığın serikli qişası, sonra aybaşıdan sonraki faza, burada fazaları verir. Gəlin, burada şəkilə diqqətlə baxaq. Bu şəkili əslində iki hissəyə belə bölsək buradan. Burada aybaşı fazasını verir. Aybaşı fazası neçə gün idi? 4-5 gün davam edirdi. 4-5 gün aybaşı fazası var idi.
Fikir verin, burada endometrium ən qalın şəkil. Bax, bu endometr uşaqlığın daxili qişasıdır, endometriyadır. Ən qalın şəkillər. Aybaşı bitəndən sonra 5-ci günü endometrium ən nazik, ən aza düşür. Deməli, ən qalın aybaşı başlayanda ən qalındır, aybaşı bitəndə ən aşağıya, ən nazik halat. Endometrium ən nazik olan vaxt aybaşının bitdiyi vaxtdır. 5-ci günü götürə bilərik aybaşını. Və bundan sonra aybaşından sonraki faza başlayır. Gəlin onunla bərabər buna da baxaq. Məsələn, yumurtalıqlarda yumurta hüceyrə folikuladan bax, burada yumurta hüceyrədir. Burada yumurta hüceyrənin folikulaların formalaşması. Yumurta hüceyrə görürsən, folikulaların içindən formalaşır. Bu yumurta hüceyrə, buradakı yumurta hüceyrə. Endometrium, yəni endometriya tökülür. Bax, görürsən, tökülür, dağılacaq. Bu dağılacaq. Qalın endometriya dağılıb ən naziyə düşəcək. Bununla bərabər bu yumurta hüceyrə endometriumla bərabər aybaşı zamanı bədəndən xaric olunacaq bu hissə. Bundan sonra yenidən folikul içərisində yumurta hüceyrə başlayacaq yetişməyə. Baxın, burada folikulun içərisində yumurta hüceyrə bax budur. Bu isə folikuldur. Böyük folikulda daxil içərisində yumurta hüceyrə yetişməyə başlayacaq. Və aybaşının burada da eyni ilə endometrium başlayacaq qalınlaşmağa. Ən nazik vaxtı aybaşdan sonraki dövrdür. Aybaşının 5-ci günü ən naziyə düşdü. Sonra təzədən endometri uşaqlığın divarı qalınlaşmağa başlayır. Və 14-cü günü ovulyasiya baş verir. Folikulda yumurtanın, hüceyrənin, folikulun partlayıb yumurta hüceyrənin xaric olması. Ovulyasiya prosesi baş verir burada. Ovulyasiya prosesi baş verir. 14-cü günü baxın, endometriyanın qalınlığı artır. Və ovulyasiya baş verən sonra sarı cisim əmələ gəlir. Sarı cisimdə, buraya yazılır yenə, progesteron hormonu sintez edir. Və progesteron hormonu da yenə endometrium qalınlaşmasına kömək edir. On 14-cü gününə qədər aybaşıdan sonraki faza, yəni endometrium bərpa olunduğu faza, ondan sonra sarı cisim faza, folikul partladı, ovulyasiya 14-cü günü. Məsələn, 28 günlük sikldə, burada 28 günlük sikldə 14-cü gün yarısında partlayacaq. Məsələn, bunu 24 günlük sikl olsa 12-ci günü partlayacaq. Yəni, tam olaraq yarısından ovulyasiya baş verir. Burada da şəkillər verilib, bunlara da diqqətlə baxaq. Birinci şəkildə uşaqlığın qişasının dağılması. Burada uşaqlığın daxili qişası, baxın, uşaqlığın daxili qişası budur, endometridir, qalınlaşır. Əgər hamiləlik baş verməzsə, qalınlaşır. Bu qalınlaşır ki, mayalama baş verərsə, rüşeyimin bura yapışması baş versin. Anaya implantasiya olması baş versin. Əgər mayalama baş verməzsə, bu qalınlaşmış divar töküləcək və töküləcək aybaşı baş verəcək. Burada aybaşı prosesini göstərir. Selikli qişanın dağılması, endometrium. Burada ikinci şəkildə isə uşaqlığın selikli qişasının bərpası. Baxın, dağıldı, aybaşı baş verdi və aybaşıdan sonraki dövr selikli qişa təzədən yenidən bərpa olunacaq ki, əgər yenə yumurta hüceyrə əmələ gələrsə, mayalanma baş verərsə, yenidən bu qalınlaşır ki, hamiləlik baş tutsun. Üçüncü şəkilə baxsaq, ovulyasiya. Ovulyasiya elə dedik, ümumi siklin ortasında baş verir. Əgər 28 günlük sikldə 14-cü günündə, əgər 26 günlük, 24 günlük sikldirsə, məsələn, 26 günlük 23-cü günündə baş verəcək. Belə orta hissəsindən ovulyasiya baş verdi. Ovulyasiya zamanı folikuldan yumurta hüceyrə xaric olundu və xaric olmuş yumurta hüceyrə yumurta borusu ilə gəlir. Əgər burada mayalanma baş verərsə, qalınlaşma davam edəcək. Əgər mayalanma baş verməzsə, aybaşı baş verəcək buradakı kimi. İndi yumurta hüceyrə gəlir. Yumurta hüceyrə gəlir, uşaqlığa doğru yaxınlaşır. Uşaqlığın selikli qişasının qalınlaşma artması davam edir. Çünki ovulyasiyadan sonra folikulun yerində də sarı cisim yaranır. Bu da progesteron hormonu sintez edir ki, bu da selikli qişanın qalınlaşması, endometrium qalınlaşmasına kömək edir. Burada isə sarı cismi ilə göstərir bizə. Sarı cisim burada qalınlaşmanı təmin edir.
hamiləlik baş tutarsa elə də qalacaq. Yəni implantasiya olacaq ana orqanizmdə, inkişaf edəcək, hamiləlik baş verəcək. Əgər mayalanma baş verməsə, aybaşı disikli, burada aybaşı baş verəcək. Daxili divar qopub düşəcək. İndi öyrəndiklərimizi tətbiq edək hissəsinə baxaq. Şəkildə aybaşı diskli zamanı qanda cinsiyyət hormonları miqdarının dəyişməsi göstərilir. Verilənlərə əsasən hormonal dəyişiklikləri aybaşı disiklinin fazalarına uyğun izah edin. Baxın, burada aybaşı disiklinin fazası, məsələn, 5-ci gününə, baxın, burada 5-ci günü yenə qeyd edir. 5-ci gününə qədər qanaxma olur. Yəni, serikli qışa və yaxud da göstərir. Qopub düşür. Ən aşağı, endometrium ən nazik 5-ci günü baş verir. Görürsün, 5-ci gün endometrium ən nazikdir. İndi gəlin burada hormonların estrogen və progesteronun yüksəli və artma qrafikinə baxaq. Deməli, 1-ci gündən burada 7-ci günə qədər, məsələn, 7-ci günə qədər estrogen və progesteron eyni səviyyədə davam edir. Baxın burada. Yəni, aybaşı burada sonra 5-ci gündən artıq böyüyən və damarlaşır. Endometrium təzədən bərpa olunur, böyüyür və damarlaşır, endometrium qalınlaşır. 28-ci gününə qədər. Təzədən 28-ci gündən sonra döküləcək, aybaşı baş verəcək, mayalama baş verməsi aybaşı baş verəcək. Və burada isə 1-ci gündən 7-ci gününə qədər estrogen və progesteronda heç bir dəyişiklik yoxdur. Sabit gedir estrogen və progesteron, təxminən bərabər gedir, sabit gedir. Sonra bir balaca estrogen progesteronun artıqdır. 14-cü günü baxın qırmızıya. Estrogen artır. Çünki 14-cü günü ovulyasiya baş verəcək. Burada gəlir 14-cü günü baxın buralara düşür təxminən. 14-cü günü. Gəlir burada. Ovulyasiya baş verdi. Yumurta folikul partladı. Ovulyasiya baş verdi. Və bu zaman estrogenin ən yüksək həddi 14-cü günü baş verir. Amma progesteronun heç bir dəyişiklik yoxdur yenə də. Sonra yenidən əgər hamiləlik baş tutarsa, 2 dənə verir. Hamiləlik baş tutarsa, progesteron artacaq, sonradan artmağa başlayacaq. 14-cü günündən sonra. Niyə artırdı progesteron? Çünki progesteron hamiləlik baş tutarsa, progesteron artırdı ki, uşaqlığın serikli qişasının endometri qalınlaşdırsın. Progesteron artırdı bunun üçün. Əgər hamiləlik olmadıqda isə, baxın, progesteron azalmağa gedir. Çünki artıq serikli qişanın qalınlaşmaya ehtiyac yoxdur. Hamiləlik baş tutması, serikli qişa təzədən tökülüb, xaric olacaq orqanizmdən. Burada suallara baxaq. Endometrium qalınlaşması sarı cisim fəaliyyətinin aktivləşməsinə necə təsir göstərir? Endometrium qalınlaşması sarı cisim 14-cü günü folikul partladı. Yumurta hüceyrə folikuldan xaric oldu. Folikulun yerində nə əmələ gəldi? Sarı cisim əmələ gəldi. Sarı cisim yerində progesteron hormonu sintez edəcəkdir. Və bu progesteron endometriumu qalınlaşdıracaqdır. Endometrium bu isə uşağın daxili divarını qalınlaşdıracaqdır. Sonra uşaqlar, burada estrogen də, məsələn, hormonlarla bağlı bir-iki izah vermək istəyirdim ki, məsələn, estrogen hormonu da qarışıq hormonlara, məsələn, aiddir. Onlar estrogen hormonu həm cinsiyyət bəzlərinin inkişafına təsir göstərirlər, cinsi hormonlar hazırlayırlar, estrogen, məsələn, yumurtalıqlar həm cinsi hormonlar hazırlayırlar, estrogen, həm də ki, yumurta hüceyrələrinin hazırlanan yumurtalıqlar da qarışıq bəzilər aiddir, eyni toxumluqlarda kimi. Yumurtalıqlar cinsi hormon hazırlayırlar, həm də yumurta hüceyrə hazırlayırlar. Məsələn, estrogen hormonunu hazırlayırlar, həm də yumurta hüceyrənin hazırlanmasında iştirak edirlər. Sonra bu öyrəndiklərinizi yoxlayın. Şəkilə əsasən işarələnən hissələrində aybaşı disikli zamanı hansı proseslərin baş verdiyini izah edin.
Aybaşı birinci şəkildə yumurtalıqların şəkli göstərir. Bu iki dənə, iki yumurtalıqlardır. Bunlar yumurtalıqlardır. Yumurtalıqlar nə edəcəkdir? Yumurtalıqlar yumurta hüceyrənin əmələ gəlməsi bu yumurtalıqlarda baş verir. Və bir də bizə deyir ki, aybaşı diskrizamı hansı proseslər baş verdiyini izah edin. Yumurta hüceyrə əmələ gəlir yumurtalıqlarda. Başqa da burada yumurta hüceyrə folikulun partlanması yumurtalıqlarda gedir və yumurta hüceyrə xaric olunur. Sonra kişi orqanizmin sidik kanalının iki əsas funksiyası vardır. Sidik kanal cinsiyyət sistemi ilə əlaqəsini izah edin. Sidik kanalı həm spermatozoidlər xaric edir, həm də ifrazat sidiyin xaric olmasında iştirak edir. Yəni, hər iki orqana, həm cinsiyyət orqanına aid edə bilər. Məsələn, spermatozoidlərin xaric olmasına, həm də sidiyin xaric olmasına iştirak edə bilir. Sonra, toxumçıxarıcı boru ilə uşaqlıq borusunun ümumi fərqli xüsusiyyətləri nədir? Ümumi xüsusiyyətləri bundandır. Hər ikisi cinsiyyət sisteminə aiddir. Həm toxumçıxarıcı boru, həm də uşaqlıq borusu. Toxumçıxarıcı boru kişilərin cinsiyyət sistemi, uşaqlıq borusu isə qadın cinsiyyət sisteminə aiddir. Toxumçıxarıcı sonra ümumi və fərq. Yəni, hər ikisi cinsiyyət sistemə aiddir. Ümumi cəhətləri budur. Fərqli xüsusiyyətləri odur ki, toxumçıxarıcında spermatozoid xaric olunur. Uşaqlıq borusunda qadın yumurta hüceyrəsi daşınır. Mayalanma da burada baş verir. Məsələn, burada qadın uşaqlıq borusudur. Burada qadın yumurta hüceyrə daşınır və mayalanma da elə uşaqlıq borusunda baş verir. Dərsimiz bu qədər.